Aylar önce yaşayış binasının təməl hissəsində obyekt tikmək üçün qazıntı aparılmışdı. Lakin sakinlərin etdiyi müraciətlər əsasında binanı qəzalı vəziyyətə salan şəxslər xəbərdarlıq edildikdən sonra zirzəmini əvvəlki vəziyyətinə qaytardı. Qaynar xəttimizə yenidən müraciət edən şikayətçilər deyir ki, hazırda sözü gedən bina təhlükə ilə üz-üzədir. Bura traktor çıxardırdılar. Burada cəmaatın yolunu kəsirlər. Xırdalan sakinləri yenə də Qalibiyyə 39 ünvanındakı vəziyyətdən şikayətçidirlər. Çünki bir müddət öncə qarşısı alınan qanunsuz tikili yenidən peyda olub. Artıq asışına da hazırlıq gedir. Bir neçə ay öncə bu binanın daşıyıcı divarları zədələnərək torpaq qatı çıxarılıb, obyekt tikilməsinə cəhd olunmuşdur. Lakin həmin vaxt məsələ ictimailəşdiyi üçün Abşeron rayon İcra Hakimiyyətindən binanın daşıyıcı divarların torpaq qatı qaytarılaraq əvvəlki vəziyyətinə gətirilmişdi. Lakin görünən odur ki, sonradan hansısa sehirli çubuq işə düşərək obyektin tikilməyinə nail olub. Görəsən, qaydaları heçə sayan bu obyektin sahibinə hansı qurum göz yumur? Niyə binanı zədələyirsiniz? Niyə binanı qəzalı vəziyyətə salırsınız? Qanunları heçə sayırsınız? Nə qarsan elə gəlsin tapın. Kim deyəsin? Gəlsin tapın, sənədləşdirin. Rayonun rəhbərliyidir. Bahara baxır, bu bir deyil, iki deyil. 4 ildir, 5 ildir burada iş gedir. Bu işlər gedir. Həmin vaxt aparılan qanunsuz işlərə aidiyyəti qurumlar müdaxilə etmişdi. Obyektin tikintisinin qarşısı alınmaqla yanaşı sahibkara ciddi xəbərdarlıq da edilib. Qazmışım ben. Nə məqsədlə qazmısınız? Binamın altında sudur. 2 metr sudur. Suyu çıxartmaq şərtində. Burada nə kimi qazdınız buranı? Bu siz yaşayış binasının altında nəyə kim icazə verdi ki, siz qazdınız? Heç kim icazə vermir. Şikayətçilər deyir ki, binada təhlükə yalnız bu obyektlərə yekunlaşmır. Binanın zirzəmisinin təyinatı bütövlüklə dəyişib və obyektlərlə əvəzlənib. Bu binaların hamısı avarini vəziyyətdədir, eşidirsən bunlar. Hamısı qəza vəziyyətindədir, hamısı. Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Kənan Babayevin sözlərinə görə sözgedən ünvanda yaşayış binasının təməl hissəsinə edilən müdaxilə əvvəlki dövrdə olduğu kimi aidiyyəti qurumların icazəsi olmadan qanunvericiliyin tələbləri pozulmaqla aparılıb. Yerində baxış keçirilən zaman müəyyən olmuşdu vətəndaş tərəfindən əldə olmayan, yəni ki, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələ Dövlət Xidməti arasında bağlanmış heç bir müqavilə olmadan bu yaxınlarda yenə həmən ünvanla bağlı yenə təkrarən şikayətlər daxil olmuşdu və tərəfimizdən yenə dediyim ki, mövcud qanunverici tələblərinə uyğun olaraq aidiyyəti üzrə Dövlət Şəhərsalma Arxitektura Komitəsinə, Fövqəladə Halların Tikinti Dövlət Nəzarət Agentliyinə və Əmlak Məsələ Dövlət Xidmətinə bu tikinti barəsində müraciətlər olmuşdu. Bəs hansı halda yaşayış binasının zirzəmi hissəsinin təyinatı dəyişdirilə, yəni obyekt tikilə bilər? Bütün yaşayış binaların zirzəmi hissəsində və yaxud onun qabağında olan, ön hissəsində olan torpaq sahəsində Əmlak Məsələ Dövlət Xidmətinin arasında vətəndaşla və xidmət tərəfindən bağlanmış müqavilə əsasından sonra hər hansısa tikinti quraşdırma işləri aparıla bilər. Əmlak məsələləri Dövlət Xidmətindən isə Space xəbərə bildirildi ki, həmin ünvanda binanın təməl hissəsinə edilən müdaxilə ilə bağlı tədbir görmək qurumun səlahiyyətində deyil. Həmçinin bildirildi ki, Abşeron rayon İcra Hakimiyyətindən sözgedən binanın təməl hissəsində obyekt tikilməsi ilə bağlı da icarə müqaviləsinin bağlanması üçün Dövlət Xidmətinə heç bir müraciət daxil olmayıb. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.